إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله أما بعد. Artıq hicri tarixi ilə, yəni yeni ili qarşılayırıq. Yəni artıq il tamamlandı. Yəni keçən ildə nə kimi əməllərlə bitirdik, keçən ili salih əməllərlə və yeni ili necə qarşılamalı? Yahya ibn Muad rahimehullah deyir ki, gecən uzundur, onu yuxunla qısaltma və gündüzün pakdır, onu günahlarınla çirklətmə. Və sələflərdən biri deyirdi ki, Yəbnə Ədəm innəmə əntə əyyəm. Ey Adəm evladı, sən günlərdən ibarətsən. İzə zəhəbə yevmun zəhəbə ba'duk. Yəni bir gün getdisə, artıq sənin bir hissən gedir. Və bəziləri deyərdi ki, mə nədimtu alə şeyin nədəmi alə yevmin qarabət fihi şəmsuhu nəqasa fihi əcəli və ləm yezid fihi əməli. Yəni mənim ən böyük peşmançılığım günəşinin batdığı o gündür ki, orada əcəlim azalır və əməlim artmır. Yəni bu da onu bildirir ki, insan himməsini, qətiyyətini ibadətlərdə, itaətlərdə artırmalı və nəfsini hesaba çəkməli və qəflətdən və dünyaya bağlılıqdan həzər etməlidir. Yəni alimlərdən biri deyir ki, İzə rəaytəl abdə təzdədu dünyahu və tanqusu axiratuh. Əgər görsən ki, bir insanın dünyası artır və axirəti azalır və o bununla razıdırsa, aldanmış və ziyana uğramış sayılır. Mən fətəhu zəru fi vaqtil bəzəri fəmə tərahu yahsudu illəl huznə və nədəmə. Əkin vaxtı, yəni toxum səpmə vaxtı, insan onu ötürərsə və biçim vaxtı isə yalnız kədər və peşmançılıq biçər. Və başqa birisi isə deyir ki, Ləv ya'ləmul abdu mə fi zikri min şərafin amdal həyətə bi təsbihin və təhlili. Əgər insan zikirdə olan üstünlüyü, şərəfi bilərsə, həyatı təsbihlə, yəni zikirlə, Subhanallah, La ilahe illallah, yəni digər zikirlə keçirər. Və başqa birisi isə deyir ki, Dəqqatu qalbil mər'i qailətun ləhu. İnnəl həyətə dəqaiqu və thəvani. Yəni insanın qəlbinin döyüntüləri ona deyir ki, həyat dəqiqələr və saniyələrdən ibarətdir. Fərfə li nəfsikə qablə mevtikə zikrəhə fəzikru lil insani umrun thani. Yəni sən özün üçün ölümdən əvvəl xatirəni ucalt, qaldır ki, zikr insan üçün ikinci ömür, ikinci həyat sayılır. Yəni insan artıq keçən ömrü ili haqqında düşünməli. Yəni o ildə nə qədər insan yoldaşlarını itirib və sevdiklərinin üzərinə torpaq atıb. Və artıq bir il günləri və gecələri ilə tamamlandı və neçə insanlar yəni o ildə bədbəxt olub, neçələri isə xoşbəxtliyi əldə edib, səhifələr xeyirlər, yəni əməl dəftəri xeyirlər və həsənətlərlə dolub və elə səhifələr də vardır ki, onlar günahlar, asiliklər və pisliklərlə dolmuşdur. Yəni insanların ilin tamamlanmasında olan fəhimləri, rəğbətləri də
fərqlənir. Kimisi onun getməsi ilə sevinir. Çünki ona hər hansı bir vəzifənin vəd olunduğuna görə, yəni vəzifəsinin qalxacağı ona vəd olunduğuna görə istəyir ki, il tez tamamlansın. Və digəri isə dükan sahiblərindən malını götürmək üçün istəyir ki, günlərin tez keçməsini istəyir. Və başqa birisi isə zindandan, məhbəsdən, həbsdən çıxmasını gözlədiyinə görə gecələri və günləri sayır. Necə ki, onun halı Əuddul ləyaliyə leylətən ba'də leylə və qad iştu dəhran la əuddul ləyaliyə. Yəni, hər gecənidir sayıram. Halbuki bundan əvvəl uzun müddət yaşadım, gecələri saymırdım. Və kimisi də buna görə kədərlənir. Ona görə ki, bilir ki, hər keçən gün onun ömründəndir, onu əcəlinə yaxınlaşdırır. İnnə lənəfrəhu bil əyyəmi nəqta'uha və kullu yevmin məda cüz'un minəl umuri. Yəni, biz qət etdiyimiz günlərə görə sevinirik. Hər keçən gün ömürdən bir hissədir. Fə'məl li nəfsikə qabləl mevti müştəhidə. Ölümdən əvvəl çalışaraq özün üçün əməl et. Fə innəməl ribhu vəl xusranu fil əməli. Həqiqətən qazanc və ziyan da əməldədir. Nuh aleyhissalama sual verirlər ki, Peyğəmbərlər içərisində ən uzun yaşayan Peyğəmbər, sən bu dünyanı necə tapdın? Və deyir ki, qədərin ləhə bəbən, iki qapısı olan bir ev kimi gördüm. Birisindən girdim, o birisindən çıxdım. Baxın, deyir, günlər, yəni illər necə sürətlə gəlib keçir, göz qırpımı kimi. Və insan hiss etmir və bir də görür ki, artıq onun sonundadır. Və həmçinin ömür də belədir. Və bir də görür ki, artıq ölüm ona hücum edib. Və insan səhlənkarlığına görə ömrünü günahda, asilikdə keçirdiyinə görə qiyamət günü onun peşmançılığı nə qədər böyük olacaq, şiddətli olacaqdır. Səhih Müslimdə gələn hədisdə Ənəs ibn Məlik radiyallahu anhudan deyir ki, qalə Rasulullah sallallahu aleyhi və səlləm, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurmuşdur. Yu'tə bi ən'ami əhlid dünya min əhlin nəri yevməl qiyamə fəyusbəğu fin nəri sabğə thumma yuqalu yəbnə Ədəm həl rəaytə xayran qat həl marra bikə nə'imun qat fəyəqulu la vallahi ya Rab. Cəhənnəm əhlindən olan, dünyada həyatını naz-nimət içərisində keçirən birisi gətiriləcəkdir. Yəni, dünya əhlindən, hansı ki, naz-nimət içərisində, təmtəraq içərisində, cəhcəlal içərisində keçirim, amma cəhənnəm əhlindəndir. Və cəhənnəmə bir dəfə salınmaqla ona deyiləcəkdir ki, ey Adəm övladı, sən bir xeyir gördünmü? Hər hansı bir nimət əldə etdinmi? Deyəcək, xeyr ey Rəbb. Və yu'tə bi əşəddin nəsi bu'sən fid dunya min əhlil cənnə. Və həmçinin cənnət əhlindən olan və dünyada da əzab, əziyyət içərisində yaşayan birisi gətiriləcək. Fəyusbağı sabğa fil cənnə və cənnətə bir dəfə salınmaqla ona deyiləcəkdir, Yəbnə Ədəm həl rəaytə bu'sən qat. Yəni, ey Adəm övladı, sən dünyada bir sıxıntı, məşəqqət, çətinlik, əzab, əziyyət gördünmü? O deyəcək ki, Allaha and olsun ki, xeyr ey Rəbbim. Yəni, elə bir çətinlik, məşəqqət görmədim. Yəni, bir dəfə cənnətə salınmaqla dünyada
olan bütün əzab, əziyyət, məşəqqət hamısı unutturulacaqdır. Və buna görə günlərin və gecələrin keçməsi haqqında gərək insan düşünsün. Həqiqətən bunlar gecə və gündüzlər bir ayətlərdir, ibrətlərdir və tamamlanır, tükənir. Allah Teala buyurur: "Və huvellezî cealel-leylə ven-nehâra xilfeten limen arada en yezzəkkara aw arada şukura." Gecə və gündüzü bir-birini təqib edən, bir-birini əvəzləyən olaraq yaradan Allah Teala'dır. Nə üçün? İbrət almaq istəyən və yaxud da şükür etmək istəyən üçün. Və digər ayədə buyurur: "Yuqallibullahu l-leylə ven-nehar inne fi zâlike le'ibreten liulil absar." Allah Teala gecə və gündüzü çevirir. Həqiqətən bunlarda bəsirət sahibləri üçün ibrət vardır. Digər ayədə buyurur: "İnne rabbekumullahu ellezî halaqas-semâvâti vel-ard fi sitteti eyyâm thumma istevâ alel-arş." Sizin Rəbbiniz göyləri və yeri yaradan 6 gündə, sonra ərşə yüksələn Rəbdir. Yuğşil leylən-nəhar yatlubuhu hafîsə. Yəni gecə və gündüzü bir-birinə qatır və onlar bir-birini sürətlə təqib edir. "Veş-şemse vel-qamara ven-nucuma musəxxaratin bi-əmrih." Və günəşi, ayı, ulduzları yaradan odur. Allah Teala'nın əmrinə ramdır. Ələ ləhul xalqu vəl-əmru. Bilin və agah olun ki, yaratmaq da, əmr etmək də Allaha aiddir. Təbarəkallahu Rabbul aləmin. Aləmlərin Rəbbi olan Allah ucadır. Və digər ayədə Allah Teala buyurur: "Və cealnəl-leylə vən-nəhara əyəteyn." Yəni biz gecə və gündüzü 2 ayət etdik. Yəni Allah Teala'nın qüdrətinə dəlalət edən ayətlərdən, nişanələrdən. "Fəməhəvnə əyətəl-leyli və cealnə əyətən-nəhari mubsiratan litəbtəğu fadlan min rabbikum və lita'ləmu adədes-sinina vəl-hisab." Və gecənin ayətini, əlamətini sildik və gündüzün əlamətini isə görsənən etdik və bununla onlar Rəbbinin lütfünü axtarsınlar və hesabı və illərin sayını bilsinlər. Və kullə şeyin fassalnahu təfsilə. Və biz hər bir şeyi təfsilatı ilə açıqladıq. Və kullə insanın əlzəmnəhu dairahu fi unuqi. Biz hər bir insanın əməl dəftərini boynundan asacaq. Və nuxricu lehu yevməl qiyaməti kitaben yelqahu mənşura. Və qiyamət günü onun üçün açıq halda qarşısına çıxardacaq. İqra kitabək, ona deyiləcəkdir ki, kitabını, əməl dəftərini oxu. Kəfə bi nəfsikəl yevmə aleykə həsibə. Və bugün sən öz-özünə hesab çəkmək üçün kifayətsən. Ömər ibn Abdüləziz rahimehullah deyir ki, "İnnəl-leylə vən-nəhara ya'malani fikə." Gecə və gündüz səndə əməl edirlər və sən də onlarda əməl et. Bir kişi Amir İbn Abd Qeysə deyir ki, dayan, səninlə danışım. O isə deyir ki, günəşi saxla. Yəni günəşi saxla, ondan sonra danışım. Yəni çünki günəş hərəkətdədir, dayanmır. Ali ibn Əbi Talib radiyallahu anhu deyir ki, irtəhələtid-dünya mudbiratan və irtəhələtil-əxiratu muqbilə və likulli vahidin minhumə bənun. Fəkunu min əbnəil-əxirə və lə təkunu min əbnəid-dünya. فَإِنَّ الْيَوْمَ عَمَلْ وَلَا حِسَابٌ وَغَدًا حِسَابٌ وَلَا عَمَلْ. Artıq dünya yəni arxa çevirmişdir və axirət isə yəni yaxınlaşır, üz tutaraq gəlir və hər ikisinin evladları vardır və siz axirətin evladlarından olun və dünyanın yox. Çünki bugün əməl vardır, hesab yoxdur, amma sabah isə hesab vardır, əməl yoxdur. Yəni insan buna görə, günlərin keçməsinə görə özünü hesaba çəkməli və öz işinə baxmalı. Yəni şəri vaciblərə görə onun halı necədir, namazı necədir, orucu necədir, digər İslamın dayaqlarına qarşı halı necədir. Əgər səhlənkardırsa, gərək o səhlənkarlığı tövbə ilə, istiğfarla aradan qaldırsın.
Əgər zülm edibsə Allaha tövbə etsin zülmündən və insanların haqlarını öz əhlinə, haqları öz əhlinə qaytarsın. Və bilməliyik ki, hər kəs, hər əməl edən öz əməlinlə qarşılaşacaqdır, onu tapacaqdır və əli ilə qazandığı xeyrin və yaxud şərrin qarşılığını görəcəkdir. Yəni, bu il və yaxud digər illər insanın əleyhinə şahidlik edəcək və yaxud da əleyhinə şahidlik edəcəkdir. Allah-u Teala Kəhf surəsində buyurur: "Və vudi'al kitab", kitab qoyulacaqdır, yəni əməl dəftəri. "Fətəral mujrimin müşfiqinə mimmə fihi", və sən günahkarların orada gördüklərindən qorxduğunu görəcəksən. "Və yəquluna ya veylətənə mə li hədəl kitabi la yuğadiru sagiratan və la kəbiratan illə ahsaha." Onlar deyəcəklər ki, vay halımıza, nə olub bu kitaba? Nə kiçik, nə də böyük bir əməli nəzərdən qaçırmadan hamısını saymışdır, yazmışdır, qeyd etmişdir. Və vəcədu mə amilu hadira, və onlar etdikləri bütün əməlləri hazır görəcəklər. Və la yazlimu rabbuka əhədə, və sənin Rəbbin isə əsla heç kəsə zülm edən deyildir. Və Əli İmran surəsində yine Allah Teala buyurur: "Yevmə tecidu kullu nefsin mə amilət min xeyrin muhtara və mə amilət min su təvəddu ləv ənə beynəhə və beynəhu əmədən bə'idə." Yəni, o günü hər kəs etdiyi xeyir əməli qarşısında hazır görəcək və həmçinin etdiyi pislikləri də. Və onda arzulayacaq ki, kaş ki, onunla o günahlar arasında uzaq bir məsafə olardı. Və yuhəzzirukumullahu nəfsə, Allah Teala sizi özündən çəkindirir. Vallahu raufun bil ibad. Allah Teala bəndələrinə qarşı şəfqətlidir. Və həmçinin digər ayədə buyurur: "Yevmə idin tu'radun la təxfə minkum xafiyyə." Yəni, o gün siz ərz olunacaqsınız, əməlləriniz, heç bir şey Allaha gizli qalmayacaqdır. "Fəmən ya'məl misqalə zərratin xayran yara." Kim zərrə qədər bir əməl edərsə onu görəcəkdir. "Və mən ya'məl misqalə zərratin şərran yara." Və kim zərrə qədər pis əməl edərsə onu da görəcəkdir. Və Allah Teala Firon ailəsindən olan iman gətirən kimsə haqqında xəbər verərək buyurur ki: "Ya qavmi innəmə hədihil hayatud dünya mətah." O qövmünə xitab edərək deyir ki, ey qövmüm, bu dünya ötəri bir zövqdür. "Və innəl axirətə hiyə darul qarar." Axirət isə əsl qərar diyarıdır. "Mən amilə seyyiətən fələ yüczə illə misləhə." Yəni, kim bir pislik edərsə, yalnız onun qarşılığını görəcək. "Və mən amilə salihən min zəkərin əv unsə və huvə mu'min fəulaikə yədxulunəl cənnətə yurzaqunə fiyhə bi qeyri hisab." Salih əməl edən hər bir kişi və qadın isə mömin olduğu halda onlar cənnətə daxil olacaq və onlara hesabsız ruzi veriləcəkdir. Necə ki, şair buyurur: "Vələv ci'tə yevməl həşri fardə və absartəl mənazilə fihi şəddə." Yəni, qiyamət günü, həşr günü tək gəldiyin zaman və orada mənzillərin müxtəlif olduğunu gördüyün zaman onda peşmançılıq böyük olacaq. "Alə mə fi həyati qad ada'tə", və həyatında zay etdiyin əməllərə görə yəni peşmançılıq böyük olacaqdır. Yəni, bütün bunlar onu bildirir ki, insan günlərin və gecələrin keçməsi ilə ibrət almalı və artıq bir il tam şəkildə tamamlandı və burada da əsasən nəzərdə tutulan insanın ruhunun təmizlənməsidir. Bədən əsas nəzərdə, bədən deyildir. "Ya xadiməl cismi kəm təs'ali xidmətihi." Ey bədəninə, cisminə xidmət edən, sən onun üçün nə qədər çalışırsan, bədənin üçün. "Atatlubur ribhə mimmə fihi xusranu." Sən ziyan olan bir şeydə qazanc mı axtarırsan? "Aqbil alən nəfsi və istəkmil fədailəhə." Yəni, sən nəfsinə yönəl və onun üstünlüklərini kamilləşdir, onun fəzilətini. "Fəəntə bin nəfsi ləl bil cismi insanu." Yəni, sən nəfsinlə, yəni ruhunla insansan, bədəninlə, cisminlə yox. Yəni, ağıllı insan o insandır ki, əməl dəftərini istiğfarla doldurur, vaxtlarını Allaha ibadətlə,
itaətlə doldurur, gecə və gündüz salih əməllər edir və bu da sözsüz ki, insanlar içərisində insanların ən xeyirlisi sayılır. Abu Bakr radiyallahu anhudan gələn rəvayətdə bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmə deyir ki, ya Rasulallah, eyyün nəsi xeyr, ey Allahın Rasulü, insanların hansı daha xeyirlidir? Və deyir ki, mən talə umruhu və həsnə əməluh, ömrü uzun olub, əməli gözəl olandır. Və sonra sual verir ki, fəyyun nəsi şər, insanların şərri, pisi kimdir? Deyir ki, mən talə umruhu və sə əməluh, ömrü uzun olub, əməli pis olandır. Və buna görə də insan nəfsini hesaba çəkməli və vaxtını Allahın razı qaldığı işlərdə keçirməli və buna həris olmalı. Necə ki, İbn Abbas radiyallahu anhümədən gələn rəvayətdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ni'mətəni məğbunun fihimə kəthirun minən nəs, əs-sıhhatu vəl-fəraq. Yəni, iki nimət vardır ki, insanlar bunun haqqında şiddətli şəkildə aldanmaqdadırlar və sağlamlıq və boş vaxtdır. Yəni, qabın ərəb dilində insanın şiddətli aldanmasına deyilir. İbn Abbas radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir kişiyə muizə edərək, nəsiyyət edərək belə deyir, İğtənim xamsən qablə xamsin, bəyin 5 şey gəlməzdən əvvəl 5 şeydən istifadə et, faydalan, şəbəbəkə qablə haramik, yəni qocalığın gəlməzdən əvvəl cavanlığından, və sıhhətəkə qablə səqamik, xəstəlik gəlməzdən əvvəl sağlamlığından, və qinəkə qablə fəqrik, kasıblıq gəlməzdən əvvəl zənginliyindən, və fərağə qablə şuğlik və məşğuliyyət gəlməzdən əvvəl boş vaxtından, və həyətəkə qablə mevtik və ölümün gəlməzdən əvvəl həyatından. Yəni, bütün bunlar onu bildirir ki, insanın üzərinə vacib olan nəfsini hesaba çəkməli və bu ildə nə kimi əməllər edib və qarşıda gələn ili necə qarşılayacaqdır. Çünki Allah Teala nəfsi hesaba çəkməyi buyuraraq buyurur ki, ya əyyuhəllədinə əmənu ittəqullaha və tandur nəfsun mə qaddəmət liğadin. Ey iman gətirənlər, Allahdan qorxun və hər bir kəs sabahı üçün nə hazırladığına baxsın. Vəttəqullah, təqvalı olun, Allahdan qorxun. İnnallah xabirun bimə tə'məlun. Və Allah Teala sizin etdiklərinizdən xəbərdardır. Və alimlərdən biri deyir ki, yəni kim bugün nəfsini hesaba çəkərsə, qiyamət günü onun hesaba çəkilməsi yüngül olar. Və sorğu-sualda cavabı yaxşı olar. Və həmçinin aqibəti gözəl olar. Və kim nəfsini hesaba çəkməzsə, qiyamət günündə onun dayanması uzun olar və bu onu rüsvaçılığa və pis əməllərinin nəticəsi olaraq qəzəbə yönəldər və onun xüsranı ortaya çıxar və həsrəti davamlı olar. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, A'darallahu iləmrin axxara əcələhu ilə sittin, həttə bəlləğə və sittinə sənə. Yəni, Allah Teala 60 yaşına çatan insandan bəhanəni qaldırmışdır. Yəni, artıq o insanın bir bəhanəsi qalmır. Yəni, bu qədər yaşayan insan, ömür sürən insan bir bəhanə gətirə bilməyəcəkdir. Və Allah Teala buyurur, ən təqulə nəfsun ya həsrətə alə mə farrattu fi cəmbillah. Yəni, o gün yəni insan deyəcəkdir ki, səhlənkarlığına görə Allahın haqqına qarşı peşmançılığını büruzə verəcək. Və in kuntu ləminəs səxirin, mən məsxərə edənlərdən idim. Əv təqulə ləv ənəllah hədən ləkuntu minəl muttəqin. Və yaxud deyəcəkdir ki, əgər Allah Teala məni hidayət etsəydi, müttəqilərdən olardım. Əv təqulə xinə tərəl əzəbə ləv ənəli kərrətən fəəkunə minəl muhsinin. Və yaxud əzabı gördüyü zaman deyəcəkdir ki, yəni bir daha qayıtmaq olsaydı, mən mühsinlərdən olardım. Və sonunda da Allah Teala istəyirik ki, yəni günahlarımızı əff eləsin və bu eli də xeyirli və bərəkətli keçirməyə müvəffəq etsin.